sən əgər öz nəfəsinə fokuslaşa bilmirsənsə, deməli yarışa da fokuslaşa bilməyəcəksən. Tutaq ki, mən nəfəs alıram deyək ki, sayıram 1, 2, 3, 4, qalxa, 6 kimi sayıram. Sayan vaxtı ana, ata düşdü yadlasa, deməli sən artıq yarışda da onu düşünəcəksən. Bəli. Udaram düşdü yadlasa, sən hələ 15 saniyə sən fokuslaşa bilmirsənsə, 6 saniyədən sonra 6 saniyəni saxladın. Saxlayanda gör saxlamağa fokuslaşırsan, yoxsa yarışda uduzmağa. Ona fokuslaşırsansa deməli kontrol səndə deyil. Ta ki 5 dəqiqə ona stabil edə bilirəmsə, onu edirəm nəfəs məşqi. Deməli okey. Şuurlu olaraq kontrol məndədir. Sonra insan beyni eyni anda bir şeyə fokuslaşır. Bilirsən nədir? İnsan hamı bunu deyir, amma praktik tətbiq eləmir də. Mənim praktik hissəsi lazım. Bir halda ki bir şeyə fokuslaşır. Burada iki versiya var da. Ya neqativ olacaq, ya da pozitiv. Bəli. Neqativə düşünməyə ehtiyac yoxdur, özü gəlir onsuzda da. Deməli, mən bir dənə şeylə beynimi doldursam, neqativ yer yoxdur. Avtomatik yer yoxdur, beynin qanunudur. Bəli. Ona görə özüm bir sloqan seçirəm yarış qabağı. Hər hansı bir sloqan ola bilər. Deyək ki, Cristiano Ronaldo ola bilər ki, Estoy aqui. Fikir versəm ki, deyir tullanır göydən, deyir Estoy aqui. Mən buradayım. Portuqal dilində elə gedir. Eu estou aqui də. Estoy İspanca gedir. Mən düşünürəm ki, o sloqanı 5 dəqiqə təkrar edirəm, beynimi dolana kimi. Tutaq ki, sürət. Orxan, sən dünyanın ən yüksəyinə layiqsən. Sən layiqsən. Orxan, kontrol səndədir, tam kontrol səndədir. Deyək ki, bunu deyirəm, mən tam sloqanı demirəm də deyək. Və sonra düşünürəm ki, mənim dünyada ən çox örnək götürdüyüm insan yarışda mənim yanımda yanımda. Beynim doldu 10 dəqiqə bu söhbətlərlə. Artıq sizə neqativi özü yavaş-yavaş qırağa gedir. Bu mənim yarışda təzyiqlə mübarizə metodudur. Çox mükəmməl.